Şərq-Qərb və Zəngəzur dəhlizləri istiqamətində əməlli addımların davam etdiyi bir vaxtda regionun ən mühüm strateji layihələrindən biri olan Şimal-Cənub nəqliyyat dəhlizi də reallığa çevrilmək üzrədir. Bu dəhliz təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Son günlərdə Bakıda Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri, eləcə də İranın nəqliyyat naziri arasında keçirilən görüş bu istiqamətdə atılan növbəti əhəmiyyətli addım oldu. Görüşdə dəhlizin tam fəaliyyətə başlaması, infrastrukturun genişləndirilməsi və logistika imkanlarının artırılması məsələləri müzakirə edildi. Üç ölkənin baş nazirləri, müavinləri İrandan bu sahəyə cavabdeh nazirliyin birinci şəxsinin Azərbaycanda görüşərək bu mövzu ətrafında fikir mübadiləsi apararaq və yekun olaraq qəbul etdikləri qərar bilavasitə Şimal-Cənub nəqliyyat dəhlizinin eyni zamanda dəmir yolu segmenti üzərindən də fəaliyyət göstərməsi üçün əlverişli bir mühiti yaratmış oldu. Yəni məsələ bundadır ki, siyasi nöqteyi nəzərdən razılaşdırılmış məqamlar bu layihənin reallaşdırılması üçün o əlverişli şəraiti yaratmış olur. Digər tərəfdən də iqtisadi cəhətdən də Azərbaycan indi burada tranzit potensialını bir növ ortalığa qoyaraq bu layihənin reallaşması üçün imkanlar yaratmış olur. Azərbaycan, Türkiyə və ortada da olan Trump anlaşması üzərinə gedən məsələ bunu göstərir ki, Azərbaycanın qonumu burada çox önəm daşıyır. Həm Azərbaycandakı olan düşük tərifələr və həm də Transxəzər üzərində Orta Asiya ölkələrini bir nəvi Avropaya bağlaması və həm də enerji məsələləri burada bu əhəmiyyəti dahaca artırır. Şimal-Cənub dəhlizi Asiya ilə Avropanı birləşdirən ən qısa və təhlükəsiz marşrut hesab olunur. Bu layihə Hindistan üçün də geniş iqtisadi imkanlar yarada bilərdi. Çünki dəhliz vasitəsilə Hindistanın Avropa bazarlarına çıxışı xeyli asanlaşardı. Lakin burada diqqətə layiq bir məqam var. Hindistanın regionda həyata keçirtdiyi siyasət. Son illərdə bu ölkə Azərbaycanın milli maraqlarına zidd addımlar atır. Ermənistanı silahlandırır, İslamofob ritorika yürüdür və Cənubi Qafqazda mövcud güc balansını pozmağa çalışır. Azərbaycan isə bu şəraitdə öz milli maraqlarını qorumaq üçün kifayət qədər siyasi və iqtisadi imkanlara malikdir. Hindistanın Ermənistanı silahlandırması ilə bağlı olan bir niyyət və bu istiqamətdə də əlaqələrin inkişaf etdirilməsi niyyəti bu faktiki olaraq həmin qeyd etdiyim Azərbaycanın sülh gündəliyinə birbaşa olaraq maneçilik törədən bir haldır və o dövlət ki, hansı ki sülh istəmir, onun da Azərbaycanın birbaşa olaraq iştirakı ilə və təşəbbüsü ilə reallaşmaqda olan inteqrasiya layihələrinin, xüsusilə də regionlar arası strateji əhəmiyyət daşıyan layihələrin icra olunmasında da iştirakı təbii ki, belə olduğu təqdirdə bir qədər mümkünsüz olur. Hindistanın politikası Azərbaycan-Ermənistan konfliktinə və işğal olunmuş ərazidə Azərbaycana dəstək verməməsi və yaxud Hindistanın İslamofobik tavırları və deməli olar ki, terror hərəkətlərini Pakistana və ISI ilə müqaviləsinə bağlı olaraq dəstəkləməsi də bu məsələlərə təbii ki, negativ bir atmosfer yaradacaqdır. Hər halükarda Zəngəzur koridoru əsas oyuncularından, yəni Azərbaycan, Türkiyə və ortada da olan Trump anlaşması üzərinə gedən məsələ bunu göstərir ki, Azərbaycanın qonumu burada çox önəm daşıyır. Həm Azərbaycandakı olan düşük tərifələr və həm də Transxəzər üzərində Orta Asiya ölkələrini bir nəvi Avropaya bağlaması və həm də enerji məsələləri burada bu əhəmiyyəti dahaca artırır. Şimal-Cənub nəqliyyat dəhlizi istiqamətində Hindistanın da marağı vardır və Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik istiqamətində Vaşinqtonda imzalanmış sənədlərdən sonra Hindistan ciddi surətdə bu layihədə yer almaq niyyətindədir. Lakin Azərbaycan həm də keçmişi unutmur. Hindistan-Ermənistan işbirliyi, hərbi tərəfdaşlığı, müxtəlif silahların Ermənistana ötürülməsi, Ermənistana güclü siyasi dəstəyin ifadə olunması, Modinin İslamofob siyasəti,
Hindistanda güclü İslam əleyhinə bir hərəkatın, kastanın formalaşdırılması və bu narrativlərin genişləndirilməsini biz unutmamışıq. Hətta mən yaxşı xatırlayıram ki, COP29 ilə bağlı yekun maliyyə sənədinin qəbul olunmasında gecə saatlarında müzakirə gedən zaman Hindistanın nümayəndə heyəti buna qarşı çıxırdı. Bugün regionda yeni güc mərkəzlərindən biri Azərbaycan, Türkiyə, Pakistan əməkdaşlıq formatıdır. Qardaş ölkələr siyasi, iqtisadi və hərbi sahələrdə əlaqələrini getdikcə möhkəmləndirirlər. Bu birlik Cənubi Qafqazda sabitlik və inkişafın əsas təminatçılarından biridir. Pakistanın bu mərhələdə Ermənistanla diplomatik əlaqələrin qurulması istiqamətində addımlar atması da regiondakı proseslərə yeni çalarlar gətirir. Belə şəraitdə Şimal-Cənub nəqliyyat dəhlizi yalnız logistik layihə deyil, həm də yeni bir geo-iqtisadi reallığın göstəricisidir. Türkiyə, Azərbaycan, Pakistan geosiyasi oxu artıq bir mühüm güc mərkəzinə çevrilmişdir. 5 il ərzində Azərbaycan, Pakistan, Türkiyə işbirliyi, əməkdaşlığı daha da inkişaf etmişdir. Nəticədə bizim hərbi paradda hər üç liderin məğrur duruşu həm də bizim iqtisadi, siyasi, humanitar, mədəni münasibətlərimizin də yüksək zirvədə olmasına dəlalət edir. Hesab edirəm ki, qarşıdakı zaman kəsiyində həm də Şimal-Cənub nəqliyyat dəhlizi istiqamətində Pakistan, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz, Avropa əlaqələri və bağlantıları qurulacaqdır və bütün dövlətlər və xalqlar bu mühüm nəqliyyat əlaqəsindən fayda və profit əldə edəcəklər. Azərbaycan həm şərq-qərb, həm də şimal-cənub dəhlizlərinin kəsişdiyi strateji mərkəz kimi bölgədə iqtisadi inteqrasiyanın aparıcı qüvvəsinə çevrilir. Bu inteqrasiya dostluq, qarşılıqlı hörmət və ədalətli münasibətlər üzərində qurulur. Fərid Yusifov, APA TV.